Herkese yeni kısa vlogdan salamlar. Bugün anamgilə gedirdim. Bəli, yeni anamgilə gedirəm və dedim ki, kısa bir short videosu çəkim. Hamı çöldə məni gözləyir. Mən isə güya hazırlaşıram. Əslində isə içəridə video çəkirəm. Videonu çəkdikdən sonra isə tez hazırlaşıb çıxıram. Sanki ilk dəfə gəlirmiş kimi böyük bir həyəcanla, təşvişlə uşaqlar maşından düşdülər və gördüyünüz kimi indi Tahir kiçik bir qəza keçirdəcək. Bilmirəm niyə bu qədər həyəcanlanırlar. Həftə şənbə mən bazar onsuz buradayıq. Anam qapını bək-bək bağlayıb ki, bəlkə bağlı olduğunu görüb geri qayıdarıq, ancaq mən təpik ilə qapını zorla açıram və içəri daxil oluruq. Nəmoş, necəsiz? Yunisin böyük bir həyəcanla bizi qarşılamağı və Röyalı yola verib Tahiri qucaqlamağı bu gözümdən qaçmadı. Yunis səninlə daha sonra danışacağım. Uşaqları həyətə çıxartdım, biraz oyun oynasınlar. Tahir gördüyünüz kimi xoddan da artıq gedir. Röyal da inşallah yerindən tərpənib gedəcək. Həşət maddi velosipedə pul vermişik, hələ də düz əməli sürmür. Bəzən düşünürəm ki, görəsən o pulu başqa şeyə verərdikmi? Bu qız da güya kameraya düşmək istəmir, amma 2 dəqiqədən bir üstümə gəlib özünü kameraya göstərir. Yunisin də sevgisi belədir. Birdən anidən beyni çönüb adamın üzərinə gələ bilir. Bibisinin balası bibisinə oxşayıb da, eyb yox. Mən də burada özümü elə göstərirəm ki, güya heç nədən xəbərim yoxdur. Uşaqlarımla gözəl bir vaxt keçirdirəm. Onlarla birlikdə oynayıram, əylənirəm. Uşaqların velosiped sürməyini gördüm və əlbəttə ki, dözə bilmədim. Mən də velosiped sürmək qərarına gəldim. Telefonum isə bunu görüb ürəyə getdi. Burada isə qardaşım üçün video çəkirəm. Maşında hava videolarını çəkməyimi istəyir. Mən isə onun sözünü yerə salmıram və videolarını çəkirəm. Nə yaxşı bir video çəkib editləyə bilirəm. 2 dəqiqədən bir deyir ki, mənim videomu çək. Daha sonra uşaqları parka gətirdim. Hələ də bilmirəm nə riskli belə bir şey etdim. Bu gördüyünüz bu 4 uşağı özüm təkcə parka gətirdim. Biraz oynasınlar, əylənsinlər. Arada belə bir gözəlliklər edirəm. Nəysə parkda çoxlu gəldikdən sonra evə gəlirik. Gördüyünüz kimi artıq halım yoxdur. Əlim ayağım əsir. Heç düz əməlli kameraya da çəkə bilmirəm. Yəni bizim uşaqları sakitləşdirmək üçün göstərdiyi şou. Daha sonra namazımı qılıb dua etdim ki, mənə desinlər ki, bu gecə getmə bizdə qal, ancaq heç kim təşrif eləmədi. Və günün sonu uşaqlar çox gözəl komilləri ilə səhnələdilər. Həmişə kimi Tahir isə yerdən qalxma mücadiləsində.